rayonunun Qaxbaşı kəndində uzun müddətdir davam edən antisanitar vəziyyət yerli sakinlərin ciddi narazılığına səbəb olub. Kənd ərazisindən keçən arxın baxımsız vəziyyətdə olması, ora məişət tullantılarının atılması nəticəsində ətraf mühit çirklənib, üfunət qoxusu isə demək olar ki, bütün əraziyə yayılıb. Sakinlərin sözlərinə görə vəziyyətin bu həddə çatmasının əsas səbəblərindən biri zibil qutularının çatışmazlığıdır. Böyük bir yaşayış sahəsini əhatə edən ərazidə yalnız bir ədəd zibil qutusunun olması ciddi problemlər yaradır. Nəticədə insanlar məcbur qalaraq tullantıları arxa atır və bu da həm gigiyenik, həm də ekoloji baxımdan təhlükəli vəziyyət yaradır. Kənd sakinləri bildirirlər ki, dəfələrlə məsələ ilə bağlı müraciətlər etsələr də hələ də konkret addımlar atılmayıb. Bu vəziyyət isə bələdiyyə tərəfindən lazımi diqqətin göstərilmədiyini ortaya qoyur. Bələdiyyə sədri Füzuli Manafovun bu problemə münasibəti isə sual doğurur. Sakinlər haqlı olaraq soruşurlar: niyə belə bir vəziyyətə vaxtında müdaxilə edilmir? Niyə kənd əhalisinin sağlamlığı və yaşayış şəraiti ikinci plana atılır? Buradan belə nəticəyə gəlmək olur ki, bələdiyyə sədri Füzuli Manafov öz vəzifəsindən sui-istifadə edir. Vəzifəsini vicdan və ləyaqətlə icra etmir. Mövcud vəziyyət yalnız estetik problem deyil, eyni zamanda insanların sağlamlığı üçün də ciddi təhlükədir. Məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyatı qurumlara və güc strukturlarına. Adı çəkilən bələdiyyə sədri Füzuli Manafovun bütün gördüyü işlər ciddi sürətlə araşdırılmalı və barəsində lazımi tədbirlər görülməlidir. Mövcud vəziyyət, yenə qeyd edirik, yalnız estetik problem deyil. Söhbət eyni zamanda kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükədir. Aidiyyatı qurumlarının və xüsusilə bələdiyyənin məsuliyyətli davranaraq təcili tədbirlər görməsi, zibil qutularının sayının artırılması və arxın təmizlənməsi istiqamətində konkret addımlar atması artıq zəruri hal alıb. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.